isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqovu buraya dəvət edirəm. Hörmətli xanımlar və cənablar, hörmətli Fuad müəllim, Gülçərə xanım, Otar müəllim, burada iştirak edən həm yerlilərimiz, həm vətənlərimiz, sizin hər birinizi öz adımdan və agentliyimizin sədri adından ürəkdən salamlayıram və bu forumun işində sizə bol-bol uğurlar arzu edirəm. Əziz və hörmətli qonaqlar, forum iştirakçıları, bu il çox simvolik bu forum simvolik xarakter daşıyır. 2026-cı il məlumat olduğu kimi şəhərsalma və mərmərur ili elan olunub Azərbaycanda və bu təsadüfi deyil, çünki biz yalnız ənənəvi tikinti obyektlərinin və binaların deyil, həm də qlobal miqyasda milli potensialımızın intellektual arxitektürasını yenidən quruyor. Və ümumiyyətlə Dünya Mülkiyyət Təşkilatının bir sıra statistik məlumatlarını nəzərinizə çatdırım ki, onların hesablamalarına görə 2050-ci ilə qədər dünyanın əhalisinin 70%-nə yaxını şəhərlərdə yaşayacaq və ümumiyyətlə bu bazarın həcmi son 10-15 ildə artıq 14-15 trilyonu